container with most water mənim ən sevdiyim problemlərdən biri idi. Çox əla bir problemdir. Deməli, nə edir? Ən çox su tuta bilən konteyneri tapırıq. Ən çox su tuta bilən odur ki, bunun sahəsi ən böyük olsun. Yəni, bu x-da ən böyük tapaq, y-da da ən böyük tapaq. Amma iki xətt arasında x və y tapanda necə edirik? X olur bu ikisinin arasındakı məsafə, y amma götürürük ən kiçiyin hündürlüyü. Niyə? Çünki ən böyük hündürlüyü götürməmiz mənası yoxdur, o su buradan daşacaq. Ondan sonra da maksimum area hansıdırsa onu tapırıq. Bunu da necə edirik? Ən başdan və ən sondan başlayırıq. Çünki x-ımız ən böyük olan hissədən gedirik. Left bura olur, right bura olur, getdik.